Evi var, amma çıxarışı yoxdur. İllərlə yaşadığı mənzilin sahibi olsa da hüquqi baxımdan bunu tam təsdiqləyə bilmir. Azərbaycanda minlərlə ailə məhz bu problemlə üz-üzədir. Halbuki bəzi hallarda bələdiyyə sənədi ilə alınmış torpaq sahəsində tikilən evlərin də müəyyən prosedurlardan sonra çıxarış alması mümkündür. Rəsmi məlumatlara görə ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Hətta Milli Məclisdə bu qəbildən olan yaşayış evləri üçün amnistiya tətbiq edilməsi təklifi səsləndirilib. Mülkiyyət hüququnun tanınması fundamental məsələdir. Bugün sənədsiz evdə yaşayan vətəndaşlarımız qeydiyyata düşə bilmir. Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərinə onların tam çıxışı olmur. Evlərinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edəndə vərəsəlik hüququ avtomatik tanınmır. Övladına qanuni yolla keçə bilmir. Boşanma zamanı mənzilə hüquqi iddia irəli sürə bilmir və sənədsiz evlərdə isə bu günləri dəyərindən 20-30% ucuz satılır. Banklar tərəfindən girov kimi də qəbul edilmir. Ona görə bəzi hallarda vətəndaş öz evini kapitala çevirib kiçik biznes də qura bilmir. Sənədsiz evlərlə bağlı dünya təcrübəsi, misal üçün qardaş Türkiyənin təcrübəsi mövcuddur. Türkiyədə İmar Barış proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3% miqdarında ilkin rüsum ödənməklə çıxarış alıbdır. Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Bəs bu mexanizm necə işləyə bilər? Bələdiyyə sənədli evlərə necə çıxarış almaq olar? Ümumiyyətlə evlərin sənədli və ya sənədsiz olması onun alqı-satqısına necə təsir edir? Sənədsiz mənzillər dedikdə, burada söhbət hansısa bir sənətin sübutun olmamağından getmir. Burada söhbət dövlətin tanıdığı sənətin olmamağından gedir. Binalarda çıxarışın olmamağı, hələ ki müvəqqəti olmamağı mümkündür. Təhvil verildikdən sonra çıxarış alınır. Ancaq bir də var ki, torpaq sahələri və yaxud da həyətyanı sahələr, həyət evləri var ki, onların çıxarışı yoxdur. Burada artıq insanlar böyük bir risk alırlar. İnsanlar maddi güclərinin çatmamağı səbəbilə bu riski gözə alırlar. Demək olar ki, şəhərdə kifayət qədər sənəti sübutu olmayan həyət evləri var ki, risk alıb bu həyət evlərini alırlar. Bunun da yolu sadəcə budur ki, o kommunal xidmətləri öz adlarına keçirdirlər, o mənzildə qeydiyyata düşürlər və pulu əldən ələ verirlər, mənzilin sahibi olurlar. Düzdür, bu böyük risk tələb eləsə də, ancaq praktikada bunlar çox olubdur. Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə çıxarışsız evlər problemi uzun illərdir ki, davam edən bir problemdir və iqtisadi, hüquqi və sosial mahiyyəti əhatə edən məsələdir. İnsanlar müəyyən hüquqlarından bu məsələyə görə məhrum olurlar. Hökumət bu problemlə il ərzində dövlət büdcəsi xeyli vəsait itirir. Bu problem köklü şəkildə həll olunmalıdır. Amma bu daşınmaz əmlakın dövlət reyestri haqqında hansısa bir qanunun, hansısa bir maddəsinə ayrı-ayrı illərdə ediləcək dəyişikliklərlə və yaxud Nazirlər Kabinetinin ayrı-ayrı sərəncam və qərarları ilə çox təəssüf ki, həll oluna bilmədi. Vahid bir qərarla həll olunmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun 8-ci maddəsində göstərilən sənədlərdən biri və ya bir neçəsi olduğu halda vətəndaş qeydiyyat orqanına müraciət edir və qeydiyyat orqanı əgər orada hər hansı coğrafi informasiya sistemi üzərindən hər hansı əlavə problem görmürsə, qeydiyyat məsələsinə razılaşır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruç bildirdi ki, bələdiyyə sənədli evlərlə bağlı çıxarışın verilməsi prosesi əvvəllər hərrac vasitəsilə həyata keçirilirdi. İndi isə Azərbaycan Respublikasının qiymətləndirmə fəaliyyəti haqqında qanuna müvafiq olaraq qiymətləndirici təşkilat tərəfindən həyata keçirilir. Torpaq sahəsinin dəyəri müəyyənləşdirildikdən sonra əmlak məsələləri dövlət xidməti bələdiyyə vasitəsilə həmin torpağı dövlət əmlak reyestrindən çıxarılmış çıxarışla təmin edir. Onun üzərində artıq mövcud olan tikili və yaxud da ki, əgər onun üzərində tikili yoxdursa, bundan sonra vətəndaşın həmin ərazidə tikinti üçün müvafiq qurumu məlumatlandırmağı prosesi həyata keçirilir və bundan sonra da vətəndaş həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikmək hüququna malik olur. Vətəndaşlarımız birbaşa müraciət edəndə hər hansı bir fərdi yaşayış evi və torpaq sahəsinin sənədinin əldə olunması üçün müvafiq məlumatları, ərazidə tikinti aparmaq üçün icazəni və yaxud da ki, həminki torpaq sahəsinin hansı dövlət qurumu tərəfindən əvvəlcədən vətəndaşa verilməsini və yaxud da ki, hər hansı bir alqı-satqı sənədini istər Sovet
dövründə olsun, istər sonradan olsun, icra hakimiyyəti orqanlarının icazə sənədini təqdim etməklə və reyestrdə həmin əmlakın mövcudluğunu və hər hansı bir digər əmlakın sərhədlərinə müdaxilə etmədiyini müvafiq dövlət qurumu təsdiq etdikdən sonra sənədlə təmin olunur. Rüsum ödənildikdən sonra bu sənədlə təmin olunma həll edilir. Ancaq müəyyən evlər var ki, sənədləşdirilməsi mümkün deyil. Yüksək gərginlikli elektrik xəttlərinin altında, kommunikasiya vasitələrinin üstündə, habelə strateji əhəmiyyət kəsb edən dövlət obyektlərinin yaxınlığında, meşə zolağında, o cümlədən dövlətin mühüm saydığı ərazilərdə əgər fərdi yaşayış evləri inşa olunubsa, həmin tikililər qanunsuzdur və onlar heç bir halda sənədlə təmin oluna bilməz. Müvafiq dövlət qurumları tərəfindən vətəndaşa müvafiq məbləğ ödənilir ki, müvafiq yerlərdə alternativ yaşayış məkanı ilə təmin olunsun. Beləliklə, mütəxəssislər hesab edirlər ki, sənədsiz evlər probleminin həlli həm vətəndaşların mülkiyyət hüquqlarının qorunması, həm də daşınmaz əmlak bazarının şəffaflaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nuray Qədirli, Vüsal Bayramov, APA TV.